Hamıya salam. Biz bugün Jack Daniels Tournament Bartender Competition 2025 üçün toplaşmışıq. Bütün iştirakçılar artıq demək olar ki, hazırdır. Təşkilatçılıq yüksək səviyyədə. Burada Abbas var. Hilton 360-dan. Salam, xoş gördük. Necəsən? Yaxşı, bomba kimi. Təəssüratlarını bölüş bizimlə. Təəssüratlar yüksək səviyyədədir. Həyəcan var, intriqa var və istəyərdim ki, biz artıq gələcəkdə burada yox, artıq birləşib xaricilərə qarşı Beynəlxalq arena. hamımız bir yerdə onlara qarşı artıq orada iştirak edirik. 100%. Təşəkkür edirik Abbasa, uğurlar hamımıza. Mən də heyecanlandım o deyəndə. Bəli, burada fəqan var. Təəssüratlarını bizimlə bölüş. Bugün özün necə istəyirsən? Heyecan var yoxsa yox? Əsas sualıdır. Həyəcan var, açığı və çalışıram ki, hər anı dəyərləndirim. 2 bal götürdü. Bu qədər. Və hal-hazırda həyəcanlıyam deyə danışa bilmirəm. Kimə təşəkkür edirsən buradan? Əlbəttə ki, Qorxmaza və tədbiri təşkil edən Orxan bəyə, Orxan Salavova dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olsun ki, bütün barmenlərə bu şəraiti yaradır. Hər kəs özünü göstərir və şəhərdə tanınır ən azından. İnşallah qlobalda da tanınacaq. Bəli, hamı Jack Daniels'ın təşkilatçılığından yüksək səviyyədə məmnundur. Dəyərli münsiflər heyətimizin bir nümayəndəsi Nicat bəy, sizinlə intervyu götürə bilərik. Çox kiçik. Bəli, bugün qurtardıq. Artıq ümumiyyətlə Nicat bəy kəsdi. Təəssüratları bölüş bizimlə, zəhmət olmasa. Təəssürat hələ ki yoxdur. Bir oyun var, mafiya oyunu kimi. Gözünü açandan sonra bilmirsən nə deyəsən birinci raundda. Burada da eyni qaydadır. Hələ başlamayıb deyə heç də demək olmaz. Ona görə gözləyib fırlab bir də gələrsən, bir də soruşarsan. Okey. Onda abeddən sonra yesişdo davam edəcəyik. Bəli. Burada Xəlil də var. Xəlil köhnələrdəndir, yesişdo. Salam. Elə yox da köhnələrdən deyirik. Sizin vaxtınızda belə biraz şey deyə bilərsiniz. Elə bir şey yoxdur. Çöldə iştirak edirdi. Yağışın qarın altında. Çoğu. Necə təəssüratların? Təəssüratlar hər şey yaxşıdır, əladır. Təşkilatçılıq yüksək səviyyədə. Bəli, hər an dəyərləndiririk. Hər an dəyərləndiririk, конечно. Bütün iştirakçılar güclüdür, kreativdir. Çoxsu yeni Pakarinadır. Bir də mənəm burada qoca. Sənin təcrübən çoxdur da. Həyəcan var. Həyəcan yox, deməzdim ki, güclü həyəcan var. Çünki birinci dəfə deyil. Əla, digər iştirakçılar, Aytaş xanım, sizdən Elə bir cundur zadıq bura. Bura götürmək olar, yoxsa? Okey, Aytaş xanım işi var. Gəl bura görüm. Salam mən qardaş. Adınız necə oldu? Özünüz təqdim eləyin və təəssüratlarınızı bölüşün. Ümumiyyətlə sizdə həyəcan var bugün yoxsa yoxdur? Nətərdir? Nə edirsiniz? Mən çox sakit, təmkinli, Yalan deyir. əslində olan. Çox zordur hava həqiqətən. Əla. Həqiqətən iştirakçılar arasında münasibətimiz falan bütün hər şey yüksək səviyyədədir. Axşam ki mafiya ondan sonra Yes, vəbşə. axı mafiya çox super idi, hə. Bunu deyim ki, həyəcan olmağına var. O təbii ki, hamıda var. Riski oldu, Yox. Bu insan amilidir də, faktorudur. Yəni kim də desə ki, həyəcan yoxdur, içəridə amma cüzi bir şeylər var. O olmalıdır əslində, yaxşı bir şeydir. Sən necə hazırlaşmısan ümumiyyətlə yarışa? Çox gözəl. Yüksək səviyyədə. Çox gözəl. Əla. Sən keç Aytaş xanım. Aytaş xanım bizim xanım iştirakçılardan biridir. Yeganədir, belə deyə bilərəm. Bəli. Sizin təəssüratlarınızı almaq istəyirik. Necəsiz və həyəcan var yoxsa yox? Həyəcan minimum. Təəssüratlar bomba. Möhtəşəm. Sanki cənnətdə idi belə biricə. Qar var amma. Altında. Hə, yəni həyəcan minimumdadır. Özümüzü çox bomba hiss edirik. Atmosfera maksimum. Bu qədər. Çox təşəkkür edirik. Çox sağ olun. Uğurlar. Gəlirik DJ Kan yana. Çox dəyərli. 20 martdan çıxış mahnıları götürürəm. Təəssüratlar necədir? Özün necə istəyirsən? Gözəl, möhtəşəm. Bir dənə qalxanda problem oldu. Tərlə deyir, pis idi vəziyyət. Maşın qalxmadan belə hər şey zordur. Təşkilatçılıqdan narazıdır deyir. Orxan bəy, Nərmin xanım salam, necəsiz? Orxan bəy salam. Salam. İlk öncə təşəkkürlərimi bildirmək istəyirəm. Ümumiyyətlə Jack Daniels komandasına, Orxan Salavova xüsusilə, hansı ki belə bir möhtəşəm turnament bizim üçün təşkil edib. Təəssüratlarımız necədir? Təəssüratlarım əla, dünənki gündən sonra fantastika. Çox əyləndik, çox maraqlı keçdi. Bu gün isə gəlib çox
Çox sevinirəm ki, gəlib həminki gün çatdı. Biz bu gün Berlin şəhərinə və Berlin şəhərində keçiriləcək Berlin Comedy Bar şousuna vəsiqə qazanacaq iştirakçının adını biləcəyik ki, həmin iştirakçı mənimlə birbaşa ora səyahətə gedir. Qardaş, o mənəm. Söhbət bağlandı. Kat. Çox sağ ol, təşəkkür edirəm də. Uğurlar hamımıza. Sağ ol. Təşkilatlarımız necədir? Xanım üzrsən çox. Təşkilatların özüm də yaxşıyam. Mən də yaxşıyam. Siz necəsiniz? Bəy, təşkilatlarımız necədir? Jack Daniels Tournament Bartender Competition 2025-də özünüzü necə hiss edirsiniz? Yaxşı, hər iki yaxşıdır. Yəni mənzərə də yaxşıdır. Müəllimlər də yaxşıdır. Hamısı yaxşıdır. Amma içəridə daha maraqlı olacaq məncə. Qaç tanıyırsınız ümumiyyətlə? Gəbir görün. Salam. Əleykum salam. Mən çay gətirdim, şirin. Bir dənə şirin çay ver. Sənə də. Burdadır bura. Necəsən? Çay istəyirəm. Yaxşıyam, çox əladır. Stressə qalsın. Yes, gözləyirik, o çıxışı gözləyirik. Sən Sizi sıraladılar, yoxsa? yox, hələ püşkatma olacaq. Kim şükətəcək? Orxan bəy püşk atacaq, püşkdən biz çıxacaq elə. Püşk. Bizim qəhrəman burdadır. Hansı ki mənim bir nömrəli. Yaraşıqlı bir nömrəli. Mənim nə bilim belə number 1 barmen yoldaşım, iş yoldaşım. Gedir də həyat yoldaşımızdan. Əliyyatın dostu. Rəsul mənə bu yarışda, yəni son sürət kömək eləyib, hansı ki öz dəstəyini heç vaxt əsirgəməyib. Rəsul, necəsən və təəssüratların necədir? Yaxşıyam, yol biraz yordu bizi. Bir 5 saat yol gəldiyimiz azmış kimi bir də hiking eləyirik. Amma buna dəyərdi. Sizə uğurlar. Bizim komandadan 2 nəfər iştirak edir bildiyiniz kimi, Qorxmaz və Ramin. Sözün açığı hansının birinci qalib olacağı o qədər də önəmli deyil, çünki ikisi də bizim uşaqlardır. İkisindən biri qalib olsun, mənim maraqlıdır. Almaniyadan mənə zajqalka gətirsinlər, bəsdir. Qardaşı, bir dənə də sual vermək istəyirəm. Son sual. Buyur. Necə bu qədər yaraşıqlı ola bilirsiniz? Yəni əsas sualıdır. Yəni bu hər gün fərqli bir yaraşıq, stil, nə bilim, vüsal stili yoxsa hansı stildir bu? Dur hələ sağ ol da. Sənsən ki, intervyunu sən götürürsən də. Əslində gəl mən sənə kömək eləyirəm. Bu gün sənin günündür. Çox istərdim ki, səndən intervyu götürüm. Sənin sualın varsa denən. Mənim sənə sualım odur ki, sənin təəssüratların necədir? Mənim təəssüratlarım çox bombadır. Hiss edirəm uşaqların bayaqları şeylərinə baxdım, padaçaları falan bombadır. Hər kəs çox qəşəng hazırlaşıb. Yəni atıram bir 7-8 il əvvəlki çempionatdan nisbətən hal-hazırdakı çempionatda uşaqlar çox bomba çıxış eləyirlər. Sənin də padaçava baxdım, çox bomba idi. Halal olsun sənə. Sənin təəssüratların necədir? Həyəcanlısan, yoxsa necə istəyirsən? Demək olar ki, məndə həyəcan sıfırdır bu dəqiqə üçün deyirəm. Çünki mən rutin olaraq gördüyüm işləri bir növ çempionata daşımışam. Kontakt parkda işləmək möhtəşəmdir. Çünki mən orada onsuz da qonaqlarla kontaktda olurum və onlara kokteyllərin hekayələrini danışaraq onlara servis edirəm. Yaxşı, sən bilirsən də, ümumiyyətlə çempionata çıxan barmenlər alkoqoldan istifadə eləməli deyil, siqaret çəkməli deyil, dad reseptorları ölür. Bəli. Tamam, enerjiləri xüsusi sən bir dənə toxunuşlar hazırlamış. Kişi kimi mənə denən. Siqaret sən kişi kimi denən. Siqaret çəkmisən, alkoqol içmisən dünən? Yox. Sən inşallah uğurlar çoxlu öpürəm səni. Çox sağ ol. Sən Turnirin aparıcısı mən birinci dəfə tanış olacağam. Mənim adım Qorxmazdır. Mən iştirakçıyam. Sizin Adidasınız çox bombadır həqiqətən. Bax, buna oxşayan bir şey görmüşdüm. Shein sayt var orada, application oradan. Nə qədər istədim, gözlədim ki, Razmeri çıxsa, mən o Razmeri gördüyünüz kimi, nədən maksallarda 7x promo. Olmadı, getdim Sədərəyə, bax, parsamı aldırdım. Bunu aldım, dedim ki, bax, göstərdim dərzimə Yadullamiyə. Yadullami neftçilər, salam. Dedim ki, Yadullami, bax, bundan tikməlisən. Necədir, bax, bir dənə qiymətlə. Mən içəri girən kimi sizi gördüm, yəni dedim ki, bomba kimidir. Kengel, qəşəng, Kengel, sevirəm bunu. Çox cool, yəni solidni, bomba kimidir. Təşəkkür edirik. Çox sual yoxdur başqa. Təəssüratlarınız necədir? Super, birazdan özümüz görəcəyiz. Buraları partladacaq promo. Hər anı dəyərləndirən Jack Daniels'ın növbəti maraqlı layihəsini də biz dəstək olmaq üçün nə az da çox biz qarlı havada Bakıdan 120 kilometr gəldik. 8 finalçımız bugün çempionluq uğrunda mübarizə aparacaqlar. Hər birinə uğurlar arzu edirəm. Nömrə götür. Gözü bağlı da maraqlı var. Və bu dəfə bir dürəyimə dalıb. 8!
Şu mafiya mənə bütün sakinləri öldürəcək. Külli yeşmək deyil. Bəli, qorxmaz 3 dəqiqə, 2-3 dəqiqə hazırlıq prosesi üçün vaxtı var. Bəyəndiyiniz kokteyl. Aytaç və Xəlil, ikiniz eyni fikirlərsiniz, bəs siz dostum, siz də fikirləşiniz. Biraz daha gün. Fərqan Bəkim, Aytaç, Qəşkər, başqa? Artıq 2 nəfər Aytaç kokteyli bəyəndiyi başqa var, Aytaç xanımı kokteyli edəcək bilər. Yox, deyil, 2 nəfər bəs ediləcəksə kokteyl. Vermut hansı yerdədir bu kokteyldə? Qoz ingredienti bildiyimiz kimi həmin o təndir çörəyin üzərində var idi və mən onu bir kokteyl ingredienti kimi də istifadə etdim. Və son toxunuş citrus notları ilə kokteylini tamamlamaq üçün portakal biterindən istifadə edirəm. Səhnəyə dəvət olunur, iştirakçılar. Zəhmət olmasa səhnəyə yaxınlaşın. Bir alqışlı zəhmət olmasa. Deyilən sözlərim var. Mən bir münsif heyəti olaraq əslində deməməliyəm ki, mənim favoritim kimdir. Mənim də burada favoritlərim var idi. Sadəcə bu turnir elə keçdi ki, Azərbaycanda ilk olduğuna görə əlavə bir etap var idi, hansı ki, dünən biz yolda artıq keçirdik. Bu quiz mərhələsi idi. Quiz mərhələsində 20 sual təqdim olunmuşdu. İştirakçılara və hamı cavab verdim. Səhv sözsüz verənlər də var və düz verənlər də var. Bir çox anları həll elədik. Mən də məyusam, amma həll elədik. Okey. İlk üçlük Fərqan Mirzəli. Tural Ağmalıyev. Üçüncü iştirakçı hansı ki, Fistan mərhələsində vəsiqə qazanır. Bu Aytaç Hüseyin. Çox zor olacaq, brat. Siz bilirsiniz.